Mən Mən canlı yayındayam. Canlı yayındayam, əziz və hörmətli dostlar. Qonağımızla gördüyünüz kimi olmadı, hər halda olmadı. Mütəəssifanə, mən də yadımdan çıxdı ki, niyə bağlıram? Gərək bağlamayaydım. Salam əziz və hörmətli dostlar. Çox üzr istəyirəm. Mən qonağımızı gərək bağlamayaydım, qalıydı və sözümüzə davam verəydik. Olmadı, tamamlayaq. Tazaşdan başladıq və öz sözümüzə davam verərik. Gördüyünüz kimi çalışdı və mən proqramı kəsdim. Öz proqramı, yəni vaxtı vermişdik Sayın Mahmud bəy Bilgin cənablarına, Güney Azərbaycan Demokrat Partisinə və cəlibdir ki, 3 aydan sonra mən belə bir cavabla üzləşirəm. Hər halda nə cür səlah görsələr, yəni biz insanlara və partilərə zor deyənmərik ki, düşüncə haqları və davranış haqları məhfuzdur özlərinə. Amma mən bir düşünür olaraq bu rəftarı qəbul etmirəm. Və mən fikir edirəm ki, siyasi bir təşkilata və adama yaraşmır. Hər halda mən düzünü axtarsaz Mahmud bəyə 6 dına mənfi 10 verdim. 4 gün gəlməmişlər, yəni 3 gün gəlməmişlər, bu gün də gəldilər o cürsə üzrü bəhanə ilə. Mən də orada açıqca dedim, yəni biz şuxluğa gəlməmişik ki, biz burada təbliğata üçün gəlməmişik. Bir nəfəri gətirək təbliğata. Biz burada adamlardan ciddi sorular soruşuruq və ciddi cavablar istəyirik. Və əgər bir parti hər nədən dolayısa özün üstün görürsə ya hər nə, özü bilər, yəni biz onu bilmirik. Biz fəqət deyirik ki, bizim bir suallarımız var, bunlara cavab verilməlidir. Tamamı Azərbaycan partilər gərək cavab versinlər. Ya da partinin gərək qapısını bağlayır. Demirəm mənə görə. Yox. Bu sorular siyasi sorulardır. Siyasi partilər cavab verməlidirlər. Mənə yox, özləri gərək bunu yazırlar, qoyarlar ora. Deməyərlər İnsaf Hidayətin sualları. Amma bunlara cavab verərlər, ideolojiləri olaraq qoyarlar ora. Çünki bu sualların sonucu budur ki, bu partinin ideolojisi var ya yox. Bir ideolojisi, bir fəlsəfəsi, bir düşüncəsi olmayan parti ola bilərmi? Hər halda Mahmud bəy də gəldilər və gördünüz, hər halda sağ olsunlar. Hər halda gəldilər, bir-iki dəqiqə vaxt qoydular, dedilər ki, niyə gəlməyəcəklər və getdilər, sağ olsunlar. Bizim də əlimizdən bu gələrdi ki, qərardadımız əsasında mənfilərimizi verək, mənfilərimizi verdik və işimiz qutardı onlarla. İndi dostlar, qeydaq seçkilərin haqqında danışırdıq, özümüz qeydaq ora. Əgər xülasə eləsəm sözlərimi, seçkilərdə uduzanlar var idi, udanlar var idi. Udanlar biz ən başda Güney Azərbaycan Türk hərəkatı. Çünki bu seçkilərdə və hətta keçən seçkilərdə bizim söyləmimiz, yəni milli hərəkat yaratdığı söyləm gündəmdə idi. Pezeşkiyanın danışdıqları öz adına danışırdı.
Amma o bizim Güney Azərbaycan Milli Hərəkatının söyləmiydi. Qoftuman farsça deyirlər. O qoftumanı biz yaratmışıq. Ərəblər əgər ona rəy veriblər, Pezeşkiyan cənablarına, Pezeşkiyana rəy verməyiblər. Milli hərəkatın söyləminə və milli hərəkatın insanlarının yazdığı, dəvət elədiyi şeyə cavab veriblər. Əl-Əhvaza məktub yazıblar rəsmən ki, Əl-Əhvaz biz sizdən himayət eləmişik, sizdən də himayət istirik. Bizim qazancımız bu idi. Yəni biz baxın, biz birinci dəfə ərəblərə dedik ki, millət olaraq, yazar olaraq düşünürlərimiz, ərəb düşünürlərinə dedilər ki, biz sizə tərəfdarlıq eləmişik, bizim yanımızda duracaqsınız. Biz bu günləri təşxis veririk ki, Pezeşkiyana rəy verək. Lütfən Pezeşkiyana rəy verin, Cəliliyə rəy verməyin. Əgər Kürdistanda rəy verilmədi, ya az verildi Cəliliyə. Əgər Ələbistanda Pezeşkiyana verildi, Cəliliyə rəy az verildi. Əgər Bəluçistanda, əgər Türkmən səhrada, əgər hər yerdə ki, Pezeşkiyana rəy çox verilibdir, bunun səbəbi Güney Azərbaycanın farsça qoftumanı türkcə söyləmidir. Yəni bu söyləmi biz yaratmışıq. Pezeşkiyan bizim atımıza mindi sürdü. Amma öz adına, mənim atımdır deyə. Onun atı yoxdur. Pezeşkiyanın atı yoxdur. Əlbəttə Pezeşkiyanın da haqqıları vardır. Deyir mən türkəm, biz onu türk deyə bilmərəm, sən türk deyirsən. Bəzi bizim dostlarımız yapışıblar ki, bunun nənəsi türk deyir, dədəsi türk deyir, nə bilim kim. Ağa, onlar mühüm deyil. Bu adam özünü tərif edir. Adam deyir ki, mən türkəm. Əslən dədəm erməni də olsa, mən deyirəm türkəm qutardı, getdi, sizin nə işiniz vardı ki, məni qəbul edeyim. Mən özümü türk tərif edirəm. Baxın, İranda tərif, hər bir şeyi tərif ediblər. Dünyanın hər yerində, təcə İrandakı yox. İranda sizin adınızı qoyublar Azəri. Türk deyə bir şeyi qəbul eləmirlər. Deyirlər, sən türk zəbansan, ya Azərisən. Demirlər ki, türk zəban da demirlər. Deyirlər, sən Azərisən. Sənin rəsmi tərifin İran dövləti tərəfindən, farsların tərəfindən Azəri. İndi bir nəfər çıxır deyir, mən türkəm. Türklüğüma da iftixar edirəm, dədəm də türkdür, nənəm də türkdür. İndi biz gedək bunun sicillisini çıxadaq, tarixini çıxadaq ki, bu adam türk deyil. Niyə? Mərəzimiz var. Biz insanlar, hamımız bizim, əgər ona qalsa dostlar, baxın, bizim bəzi dostlar çıxırlar televizyonda ya, orada burada deyirlər, məsələn, Pezeşkiyan elə idi, Pezeşkiyan belə idi filan. Hankımız inqilabda, onlar işi sinirləri yetişir, sinirləri yetişməyənlərin işimiz yox. Hankınız inqilabda biz inqilabçı olmamışsınız? Hankınız Xumeyninin yanında durmamışsınız? Özümüzü yox, qoymayaq qırağa ki, yaxan Pezeşkiyan iştibah eləyibdi, yox, biz cinayət eləyib, biz eləməmişik. Yox, o cinayətdə biz də şərik olmuşuq. Mən də 12-13 yaşım var idi. Tuman çöynək giymişdim, tuman. Zırıq dəmpayı ilə getmişdim Təbrizdə, bazar ağzından Əmin Serahı deyirlər indi. O, bir dənə pasaj var Əmində, indi bilmirəm ki, var ya yoxdur, nə eləyiblər, nə eləməyiblər, onu bilmirəm. Terminal tərəfindən gedəndə sol əldə bir pasaj var idi, axirdə. O pasajı taza tikirlər. Onun başı, mən bu tayda durmuşdum, orada bir mədrəsə vardı, Dəbiristan var, Sədi. Mən onun yanında durmuşdum, Rapirmalığa getmişdim. Tuman köynək. Ayaq yalın, dəmpaya, corab da yox, dəmpaya. Bizim də nəqşimiz var, yəni o cinayətlərdə mənim də nəqşim var, ucuz olsa. Özümüzü yuyub qoymayaq qırağa deyək ki, filan kəsim yoxudur. Ya məsələn, Pezeşkiyanı vardı, onu yoxudur. Hər kəs o sinnidə zəvvi inqilaba tutulmuşdu, hamı inqilabı olurdu, hamı inqilabı rəftar edirdi, hamı da bir də əgər desək cinayət, çox şeylərə hamımızın əlimiz bulanıbdır. Əhsən, pasaj ümmət, Yasa Yusuf bəy. Bəli, pasaj ümmət qalır. Oranı taza tikirdilər, divarlarını qoymuş, səxbiləri qoymuşlar. Millət çıxmış, ondan da bir dənə əks var, tarixi bir əks var. Mən onun qabağında durmuşdum, ora niyə yadıma gəlir? Çünki bu tərəfdə, o Sədinin tərəfində durmuşdum. Baxırdım onlara, özüm də deyirdim ki, mən oraya nəcür gedə bilərdim. Kaş mən də gedib oradan üstdən görəydim, millət nə qəddir aşağıda. Mən fəqət amma üstdəkiləri gördüm, qıraqdaşları gördüm. Onun üçün bizim millətimiz içəridə uddular. Birinci dəfə əvvəlin udan təhrimçilərdir. Bizim təhrimçilərimizdir. Çünki həm türk Azərbaycanlılar, həm türkmənlər, həm qəşqailər, həm lorlar, həm giləşlər, həm mazənilər, həm ərəblər, həm bəluçlar təhrim elədik. Və təhrimdə %90 səs vermədi. Yəni biz müvəffəq olduq.
Bununla belə ki, İranın əlində, İranlı farsların əlində, farsçıların əlində, İrancıların əlində 150 televizyon ən azından 150 televizyon var idi. İran pulun verən, ya xaricədə pulun, ayrı dövlətlər pulun verən televizyonlar var idi. Biz eləyə bildik %90 milləti qoymuyoruz da sandığına yana. Bəs udan biz idik. Birinci təhrimçilər. İkinci mərhələdə heç bir müadilədə heç zat dəyişmədi. Müadilə ilə həman idi. Tarixdə də bu cürdür. İkinci mərhələdə az adam gələrdi. Əgər ikinci mərhələdə çox adam getdi, o milli hərəkətin ortaya qoyduğu etibar idi. Milli hərəkət girdi ortaya və ərəblərdən, o birisi millətlərdən istədi ki, bizə rəy verin. Biz bu adamı istiruq çıxsın, Pezeşkiyanı istiruq çıxsın. Pezeşkiyana rəy verməyin, bizə rəy verin. Bizim istəyimizə rəy verin. Onlar bizə verdilər. Bu da bizim söyləmimizdir. Türkəm, türkçüyəm, bizim söyləmimizdir. Azərbaycan dalıya qalıbdır, bizim söyləmimizdir. Ərəblər, bəluçlar, filanlar, bunların haqları var, dilləri var, bunların hüviyyətləri var, kimlikləri var. Bu bizim söyləmimizdir. Bu ki, bizlərdən heç kəs üstə yoxdur, bu bizim söyləmimizdir. Bu ki, ekonomik olaraq dalıya qalırıq, bu bizim söyləmimizdir. Bu ki, biz mədrəsədə dərs oxumadıq, bu bizim söyləmimizdir. Bu ki, Azərbaycan qızları, göylərin uzları, bu bizim söyləmimizdir. Bunların əsasında Pezeşkiyan çıxdı. Bunlardan sonra Pezeşkiyan bir şey deməyibdi. Ekonomiyə görə heç zət deməyibdi. Mən bildiyim. Fərhəngə görə bir şey deməyibdi. Sansura görə bir şey deməyibdi. Radyo, televizyona görə bir şey deməyibdi. Falan deməyibdi. Ana dil üçün dərs oxumaq, ekonomi, Azərbaycan üçün bir şeylər qabaqcan deyibdi. İntixabatda deməyibdi. İndi kimlər uduzdular? Biz udduq. Bəluçlar uddu, ərəblər uddu, türkmənlər uddu, qəşqailər uddu və islah tələblər, biz də udduq millətlər. Xüsusən Azərbaycan türkü uddu. Türklər uddu, İranda türklər uddular. Çünki birinci dəfə tarixdə, baxın tarixdə Bəni Sədr türk idi. Rəcai türkdür. Mir Hüseyn Müsəvi türkdür. Rəfsəncanini çıxın qırağa, Xatəmini çıxın qırağa, Əhmədi Necadı çıxın qırağa, o birisini çıxın qırağa, bu birisini çıxın qırağa, qalan türkdür. Amma heç birisi demirdi mən türkəm. Mir Hüseyn Müsəvi demədi mən türkəm. Bizim qoftaman yaz söyləmimizlə meydana gəlməmişdi. Ona görə Təbriz ona səs vermədi. Bəni Sədr, Rəcai ya heç birisi bizim söyləmimizlə gəlməmişdi meydana. Onun üçün də rəy bizlərdən, yəni rəy aldığı ilə məmul hər yerdə nə almışdı, onu da aldı. Amma bu səfər Pezeşkiyan dövlətin rəsmi tərifinin tərsinə ki, deyirdi, sən Azərbaycan gəldi, da mən türkəm, türkün önəmli türkdür. Hətta Cəlili ki, özün bilir manqurtdur, demir mən türkəm, hətta demir mən Azəriyəm. O dedi ki, mənim nənəm türkdür. Elə bir ki, bunun nənəsi bir ayrı bir mövcuddur. Bu da bir ayrı mövcuddur. Sən ondan çıxmısan da. Sən nəhayətdə deyəcəksən, mən türkəm. Mənim nənəm türkdür. Qutuldu getdi. Lağəl deyəcəksən, yarım türkəm, pəhləvi bunu danmır. Sən də danma lağəl. Amma ona niyə o da türkdür. Məsələn, nənəsini də gətirdi. Niyə ona səs vermədi millət? Pezeşkiyana səs verdi. Çünki Pezeşkiyan bizim söyləmimizlə gəldi. Bizim kandidimiz deyil. Güney Azərbaycan və türklərin kandidi deyil hakimiyyətdə. Hakimiyyətin və farsların kandidi də İranı saxlamaq üçün. İranın və farsların mənafeyini qorumaq üçün. İran bölünəcək, onun bölünmənin qabağını almaq üçün Pezeşkiyanı gətirdilər. Onda bizim də tamahımız vardı. Mən geçənki videoda dedim ki, biraz tamahlarımızdan dedim. Onun üçün də biz ikinci mərhələdə heç həman amillər ki var idi birinci əvvəllərdə, dövrdə, onlar değişmədi, ikinci dövrdə biz değişdirdik. Faktor 2 var idi, değişdi, təhsil faktor 2 değişdi. Buydu ki, milli hərəkət öz abrısın, tarixin, istəyin, iradəsini ortaya qoydu və dedi ki, mən Pezeşkiyanı çıxadacağam. Və Pezeşkiyanı çıxaddı. Zərər verənlər şimdi ən başda farslar kollən dünyada tohin, təhqir qalmadı bir-birlərinə dedilər, bir-birlərinə dünya gözü qavranda aradan apardılar. Birincisi bunlar, farslar, İrancılar. İkincisi islah tələblər. İslah tələblər durdular, Xatəmi yap böyüdü, lideridir. Mən də boşluyam, əslində qalsaz diriliyimdə payı vardı ki, diri qalmışam, eyləm olmamışam. Amma
getdi şəhrinə, ustanına rəy vermədilər, Cəliliyə rəy verdilər. Niyə? Çünki türklük və farslıq bir-birinin qarşısında durmuşdu. Burada türklərin tərəfdarı və farsların tərəfdarı, türklər və türklərin tərəfdarı, farslar və farsların tərəfdarı bir-birindən toqquşdular, savaşdılar. Buradan türklər qalib çıxdı. İslah tərəflər ziyan gördülər. Şeylər də ki, mühafizəkarlar ya o birisi tərəfdə kollən uduzdu. Həm intixabatda uduzdu, həm də millət də 90% təhrim elədi uduzdu. Yenə də təhrimçilər ikinci mərhələdə 51% yenə də təhrim elədilər, uduzdular. Yəni uddular. Yenə də udanlar təhrimdilər. Hər iki dövrdə təhrimçilər uddular. Təhrimçilər ikinci dövrdə biraz yumuşaldılar. Milli hərəkətin içəridəki qolu bu fürsəti istədi, qullansın. Eşikdəki də dedi, okey. Get qullan və get qabağa. Biz təhrimi qabaqçı kimi ki, fəal idik, getməyin, gəlməyin, bunu deməyəcək. Siz gedin, neyiniz elin. Getdilər və içəridəkilər pezişkanı çıxartdılar. Burada biz udduq, ərəblər, bəluslar, türkmənlər, qəşqayilər, dollar, ciyləşlər. Biz udduq, kürdlər udduq. Uduzanlar pan-İranistlər oldular. Faşistlər tarixdə birinci dəfə gizlədirdilər. Məsələn, hər şeysə baxsaz, bu radio televizyonlar var eşikdə. Bunların hangisində baxsaz, adların çəkmi. Hangisine baxın. O için gizləmişdilər 40 il, 50 il, bu 100 ildə gizləmişdilər, içində faşistliklarını görmürdülər. İndi gəldilər hamısı, türklər gəlir, Moğul gəlir, ay bizim hakimiyyətimiz getdi, ay farslar yıxılacaqlar, türklər gələcəklər iş üstə, türklər elə olacaqdı, belə olacaqdı, filandı, bəhmandı. Niyə? Dün enəcən Azəri həmvətən dedikləri bu günləri deyir ki, niyə hökumətə gəlir? Burada faşistlər için dün enəcən faşistliklarını gizləmişlər, hamısı qusdular. Hamısı faşistlikların tökülüşü, hamısı dünyada tanındılar. Ben bunu geçenki videoda dedim. Kaş eləyə bilək ki, mənim zehnimdə var bir video düzəldən, müstənəd film düzəldən bu qəziyyədən. Hər kəsin dostların, hər kəs bu farslardan fərq eləməz. Şahçı olsun, Cumhur İslamiçi olsun, müxalif olsun, hər kəsdən video gördünüz, səs gördünüz, yazı göndərin. Bir dənə müstənəd film düzəldək, qoyaq ortaya faşizmi İranda, fars faşizmin ifşa eləyək, üstünə açaq, millət daha ələn görsün, bir yerdə məktub olsun. Sadəcə deməyək ki, X, Y bunu dedi. Əlbəttə, faşistlərdən bir-iki hizbi qrupdur. O, əslən, rəsmən neçə bundan qabaq demişdi ki, İranın təhcə çıxış yolu faşistdir, İrançılı faşistdir ki, bu günlərdə də çox bu yayıldı. Mən yüzlər dəfə gördüm ki, dostlar bunu yaydılar. İstifadə elədilər, yaxçı da elədilər. Yaxçı da istifadə elədilər, cərəh də eləyirdilər. İran şəhərlilər uduzdular. İran şəhərlik kollən uduzdu. İranda nə birinci mərhələdə rəy gətirdi, nə ikinci mərhələdə. Azərbaycanda Azərihalar dillərin qoydular qınlarına, səsləri çıxmadı. Azərbaycanda bəzi nümayəndələr Cəlilinin yanında durdular. Dostlar, biz tarixi hafizəmiz balıq hafizəsi deyil, unutmayacağıq. Bunlardan soruşacağıq. Əlbəttə, əgər bizdə özümüzü haqq sahibi bilsək, özümüzü layiq olduğumuz yaşamı istəsək, durub o nümayəndəni görəndə qulağının dibində şapalağına vurmalıyıq. Biz ciddi halda amaclarımızı qorumalıyıq, millətimizi qorumalıyıq. Necə ki, məsələn, nümayəndə gələrsən, burada Azərbaycan hərəkatı, Azərbaycanlılar bir qərar verirlər, nümayəndəsi onun tərsəsini gedir. Təbrizin nümayəndəsi, Ərdəbilin nümayəndəsi, nə bilim, filan yerin nümayəndəsi, Azərbaycan torpaqlarında olan bir nümayəndə, hətta Fars belə olsa, hətta Kürd belə olsa, Azərbaycan millətinin iradəsinin tərsəsini getsə, ölüm də onun cəzası. Sən mənə istəyirsən nümayəndəlik eləyəsən? Əgər mənim iradəmin tərsinə gedirsə, sənin ölüm haqqındır. Sünnilər, Kürdlər, Ərəblər, Bəluslar bizimlə bərabər bərəndəydik bu oyunda, bu şeydə, müsabiqədə. Bayaqki bölümdə demişəm ki, tamahlar nə idi, biz nələr istərik,
Amuzpərvərişə görə işarə elədim, partilərə görə işarə elədim, idarələrdə huzurumuzun olmağına görə işarə elədim. Dostlar, o videonu da yayacağım. Əlbəttə əlam şeydə vardı, Instagramda vardı, dostlar oradan görə bilərlər. Amma YouTube-a da yükləyəcəm, oradan görə bilərsiniz. Onu deyirdim, qaldı. Dostlar, məsələn biz İranda 32 dənə, 33 dənə, 34 dənə ustam var. Bu ustamların biri yoxdur ki, orada türk olmasın, türk olmasın. Məncə, hər ustamda bir neçə dənə Güney Azərbaycan, üzr istəyirəm, türklər üçün bir hizb qurmalıdır. Bəluçistan türkləri hizbi. Əl-Əhvaz türkləri hizbi. Gedin mücəvvizini istəyin. Kərəc, Əlborz, Ərak, Mərkəzi, Tehran, Ustanı Tehran, Qəzvin, Həmədan, Zəncan, Təbriz, Azərbaycan Şərqi, Azərbaycan Qərbi, Ərdəbil, Kürdistan türkləri. Gedin partiləri alın, hər yerdə. İsfahan türkləri, Şiraz türkləri, nə bilim, Yazd türkləri, Kirman türkləri, Kaşan türkləri, Simnan türkləri. Gedin bu adlarda hizbi, mücəvviz alın. Rəsmi hizb olun, türklüğü o bölgədə həm yüksəldin, həm təşkilatlandırın, həm də türklərin mənafeyin birləndirin. Qərarlı sabahları bir prezident olsun, biz əl-ələ verək, öz kandidimizi aparaq, öz kampeynimizi yaradaq, özümüzə işləyək. Əgər qərarlı biz cüt əkək, özümüzə əkək, niyə özgə əkirik ki? Bir də dedim dostlar, bir var ki, biz %1'i ala gətirməyə çalışaq, bir var ki, yox ki, bu %1'i də mən istəmirəm. Mən ya 100'ün hamısını istəyirəm, ya %1'i istəmirəm. Məncə, biz siyasilər mövqeyiyyət və fürsətə baxmalıyıq və o 1% qənaət eləməliyik indiki vəziyyətdə. Yox, bunu alırıq, 99'a çalışaq. 98'e çalışaq, 97'ye çalışaq, qalanlara çalışaq. Aldıqca biz güclənirik dostlar. Biz aldıqca zəifləmirik. Misalım vurdum, amuzpərvərişdən misal vurdum, idarələrdən misal vurdum. Biz bunlara girməliyik və ciddi girməliyik. Dostlarımız ki, içəridə çalışırlar ədəbi, siyasi, fərhəngi. Məncə, toplaşın 10-10, 20-20, 30-30, gedin, əsasnaməzi götürün, aparın. Biz lazımdır da istiqlalçı olasınız. Lazımdır da federalçı olasınız. Biz, məsələn deyirəm, İsfahanda yaşayan türklərin mənafeyin və istəkləri üçün çalışan bir hizb olacaq. Yəni, bu qədər. Lazım da İranda deyəcəm, mən dururam, dövləti yıxam. Yox, dövləti yıxmayın. Siz orada bu işi görün. Dövləti yıxanlar eşikdə çalışsınlar. Siz onların işiniz olmaz. Siz içəridə ana dil üçün savaşarsınız. Dilin rəsmi olması üçün savaşarsınız. Türklərin güclənməsi üçün idarələrdə dövlət işlərinə girmək üçün çalışarsınız. Siz radio televizyon almaq üçün çalışarsınız. Siz torpaqlarımızı qaytarmaq üçün çalışarsınız. Siz vətənimizin adlarını qeyd-etmək üçün çalışarsınız. Siz vətənimizi bölüblər, ayrı yerlərə veriblər, adlarını götürüblər, onları qaytararsınız. Çox işlər var ki, siz bunları içəridə görə bilərsiniz. İstiqlaldan danışmayın, federalizmdən danışarsınız, özünüz bilərsiniz, bəlkə danışa bilərsiniz. Amma bunları qoyun, eşitdəkilər ki, rahat danışa biləcəklər, danışsınlar. Siz içəri qol olun. Biz bir quşuq. Azadlığa uçmaq və istiqlala uçmaq istəyirik. Bunun bir qanadı içəridədir, bir qanadı eşikdədir. Biz eşikdəkilər içəridəki qanadı sındırmamalıyıq, içəridəkilər eşikdəki qanadı sındırmamalıyıq. Hətta əgər düşmən bizə zor eləsə. Hətta əgər düşmən bizə zor eləsən, eşikdəki qanadı sındırsan, biz sənə icazə verəcəyik, uçəsən, bilaq ki, uça bilməyəcəyik. Çünki ağ qoyun, qərə qoyun elərlər, çünki ağ öküz, qərə öküz, sarı öküz elərlər, bir-bir bizi yiyərlər, bizi hətta bir-birimizə yedirdərlər. Biz bunu bilə-bilə birincisi orada keçməliyik. Birinci ən mühüm mövzu nədir bizim üçün? Millələ haşiyənin, biz türklərin, qəşqailərin, türkəmənlərin, ərəblərin, bəluçların, kürdlərin, o birisi millətlərin haqlarıdır. Bayaqları dedim dostlar, bu haqlarda İran bizim %100 torpağımızı işğal edibdir, beyinlərimizi işğal edibdir, dilimizi işğal edibdir, tariximizi işğal edib, dinimizi işğal edibdir.
Kürdlər də bizim torpaqlarımızdan ayırıb verib Kürdlərə 1%. Kürdlərlə bizim müşkülümüz 1%'dir, İranla 100%'dir. Biz istiyoruz İranla savaşaq, ortadan 2 nəfər ittilaat çıxadır ki, get orada da Kürd məsələsi var. Gəlirlər burada Kürdü çıxadılar. Kürdlə bizim 99 məsələdə biriq. Bir məsələdə fərqli yox. 99 məsələdə birləşib İran dövlətini yıxmalıyıq. Birləşib İran dövlətini yıxmalıyıq. İran dövlətini təkinə yıxmaq olmaz. Özümüzü hər kəs belə bir təvəhhümə girər ki, biz tək canımıza fürsət yaradıb İran dövlətini yıxa bilərik. Məncə nə siyasəti bilir, nə güc müadilələrini bilir. Biz bilməliyik ki, İran dövlətini yıxmaq üçün həm Kürdlərə, həm ərəblərə, həm bəluçlara, həm türkmenlərə, həm qəşqaylərə, həm lorlara, həm ciləçlərə, həm mazənilərə, həm talişlərə, həm də farsların 2 bölüb onların bir bölümünün himayəsinə ehtiyacımız var. Həm də bunlardan əlavə İranın ətrafında və Avropada və Amerikada olan dövlətlərdən də eləyə bilsək himayət qazanaq, onların himayətinə ehtiyacımız var. Yoxsa İran dövlətini yıxanmarıq. Dövlət quranmarıq. Bu qədər açıq aydın. Bəs biri də bu. Biz eşikdəkilər, içəridəkilər milli haqlar üçün çalışacaqlar. Milli haqların fər'iyyatı üçün. Eşikdəkilər milli haqların əsliyyat üçün. Əsliyyat nədir milli haqda dostlar? Əsliyyat milli haqda dövlətdir. Dövlət olmasa tamam haqların hamısı batildir, olmaz. Tamam haqlar hamısı bağlı dövlətliğə. Dövlət qura bildin, dövlətçiliğə hərəkət eləyə bildin, haqların olur. İçəridə gedin fər'iyyata, dedim fər'iyyat nələrdir? Ana dilidir, filandır, bəhmandır, bunları saydıq. Eşikdəkilər istiqlala, ya federala və dövlətçiliğə. Dövlətçiliğə eşikdəkilər yaparsın, içəridə. Biz 2 qanadıq, heç birisini sındırmaq haqqımız yoxdur. Eşikdə bir qanad, içəridə bir qanad. Bizi İran dövləti mənfəətləri yolunda içəriyə eşiyə bölməməlidir və biz buna izin verməməliyik. Hər kəs bunun üstündə barmaq basırsa içəridə ya eşikdə düşməndir. Ya bilə-bilə düşməndir, ya pul alır düşməndir, ya bilməyə-bilməyə düşməndir, axmaq düşməndir. Bizim istiqlalçılarımız, mən tanıdıqlarım ki, burada müsahibə eləmişəm, saatlarca, 30 saat bəzilərinə müsahibə eləmişəm, 33 saat. İçəridən siqnal gələn kimi ki, biz burada istiyoruz ki, pezeşkanı çıxadaq. Bizim bir tamahımız var, %1. Eşikdəkilər deyirlər, tamam. Biz təhrimçi yox, amma daha fəal təhrimçi olmayacaq. Dahi hamımız o fitiləni çəkdik aşağıya, mən özüm şəxsən himayət elədim. Mən yüzlər məqalə yazmışam keçən bir həftədə, yüzlər deməyim, ən azından gündə 5 dana yazmışam. Çıqqılı, böyük, orta yazmışam ki, yəni məsələn, 50 dana məqalə yazmışam keçən gündə. Keçən bir həftədə. Ki, bizim mənfəətimiz budur. Deməmişəm gedin rəy verin, amma demişəm bizim mənfəətimiz budur. Mənfəəti deməyə çalışmışam. Təhrimçi idim, amma mən milli mənafe üçün biz ağac olmamalıyıq ki, bizi ya gərək kəsələr, dinosaur olmamalıyıq ki, biz quru ölək gedək. Yox. Biz siyasi yox. Siyasi dediğin milli mənfəətin bir faizini da tutar. Mən bu bir faizi saxlayacağım, 99%'ını savaşacağım. Milli siyasi adam dediğin, siyaset dediğin çox vaxt yolunu değiştirir. Baxışını değiştirir. Hətta qurallarını değiştirir. Buna görə ki, mən bu quralı değiştirməsəm milli mənfəətimi təmin eləyə bilmərəm. Mən milli mənfəətin təmini üçün bu quralı değiştirirəm. Mənim düşüncəm belədir. Ola bilər ki, yanlış olsun. Amma mən belə düşünürəm. Dedik ki, uduzanlar faşizm oldu, farsizm oldu, paniranizm oldu, islahatçılar oldular, muhafizəkarlar oldular, mollalar oldular, hakimiyyət oldu. Eşikdə içəridə İranlılar, paniranlılar, farslar oldular. Fərq eləməz, hangi hizbi olur olsun. Dedik ki, Pezeşkiyan bu hakimiyyətin və İranın, 100 illik İran, 1304-də Qacarı yıxıblar, İrançılıq gəlib ortaya, İran qruplar, İran dövləti, İrançılıq yox, İran dövlətini qruplar, sonra da 1313-də adın rəsmən ilan eləyiblər və 1404-də də
bir şey başlar. Milli Türk 100 illığın Erdoğan cənabları ad qoyubdu. Türk'ün 100 illığı başlar. Və biz bunu başardıq. Birinci addımda eləyə bildik istədiyimiz adamı gətirək üstə. Bizim sözlərimizlə, bizim söyləmimizlə, bizim qoftumanımızla. Fars qoftumanı ilə yox, İran qoftumanı ilə yox. Bunu da o öncəki videoda demişdim. Amma indi nələr oldu? Hangi səthdə söhbətlər getdi? Bu da önəmlidir dostlar. Əvvəl bu ki, kamilən İranlı və qeyri-İranlı, Farsçı, İrancı ziyalılar adlanılan kamilən bunların faşist olduqları ortaya çıxdı. Kamilən ziddi Türk olduqları ortaya çıxdı. Kamilən bəlli oldu müşkülləri Azəri demağının həlli olmurmuş. Onlar dünənəcən bizə Azəri deyirlər. Bu günləri ki biz istədik bir çalışaq dedilər Türk. Bəllidir onların nəzərindən Azəri, yəni beyni bağlanmış, onlardan itaət eləyən bir qul. O ki biz deyirik manqurt. Biz manqurt dediyimiz onlar deyilmişlər Azəri. Fərqi budur. Biz manqurt deyirik, onlar Azəri deyirlər. Həmin bir mövzuda, bir varlığa, bir düşüncəyə biz manqurt deyirik, onlar Azəri deyirlər. Bu da kamil açıldı. Yəni düşmənin əli açıldı, faşistliği açıldı. Burada açıldı ki bizi həmvətən bilmirmiş. Bizə Azəri də bilmirmiş, bizə Türk bilirmiş. Amma bu şərtlə ki onun xidmətində olsaydı Azəri bizə lütf eləyəcəkmişlər, bizə Azəri desinlər. Burada roşənfikirlər bəlli oldu. İçəridə birinci mərhələdə dostlar, birinci mərhələdə bəzi dostlarımız içəridə eşiyə çox palçıq atdılar. Çalışdılar ki eşidəki fəallara hücum elədilər. Hakimiyyət gözündən, farslar gözündən. Bu dostlarımız, mən dost deyirəm, bəzi dostlarımız bunları düşmən hesabına qoyurlar. Çünki dedik, eşik qanadı içəri sındırmaq haqqı yoxdur, içəri qanadı eşik sındırmaq haqqı yoxdur. Siz eləyə bilərsiniz eşiyə arxadan mesaj verəsən. Bu işi görməyək. Səlah belədir. Eşikdə sizin səlahlarınızı görür. Yəni biz burada eşikdəkilər, mən inanmıram ki, məsələn bir dənə, hətta bəzən mən arxada danışıram, deyirəm filan kəsin bir adım çəkək müsahibədə bir diyaq filan, elə Bəhman deyir ki, o içəridəkilər şey olar. Deyərlər ki, biz onları məsələn tərif elərik ya filan elərik, onları tutarlar. Bizdən ötürü onları tutmasınlar, onlara əziyyət verməsinlər. Bu qədər biz orada içəriləri düşünürük. İçəridəkilər də bizi düşünməlidirlər. Bizim millətimizin yanında təxrib eləyəndə əlinizə necə edəcək? Yəni eşikdəkilər, bizi deyəndə məni yox ki. Məni təxrib eləyənlər azaddır. Mən demişəm, hər kəs haqqı vardı, mənim nənə bacıma da deyərlər. Hər vaxt gördünüz, çətindəsiz, insaf əli, hidayəti, nə desəz deyin, azaddır. Amma eşikdəki milli fəallar, zəhmət çəkirlər, ciddən çox çətin şəraitdə çalışırlar. Bir düşüncə daşıyırlar. Bir səlah görürlər. Siz də bir səlah görürsünüz, bu da səlah görür. Ola bilər, düz olmasın, siz də bir hizb kimsiniz, bu da bir hizb kimdir. Yəni hizbidir ya, fərqdir, fərq edilməz. Bu bir səlah görür millətə, mümkündür siz səlah görməyəsiniz. Amma bu qərar deyil ki, biz səlah görmədik, mən sizi vurum, siz də məni vurun. Düşmən də otursun desin, maşallah, mən çəpi çalım. İki qardaşı salaq bir-birinə, nə vardı? O düşmən istəyir ki, biz iki qardaş savaşaq, o faydasını götürsün. Biz bilməyək ki, niyə bizi salıblar bir-birinin canına. Roşənfik dediklərimizin adı aydın oldu ki, içəridə, eşikdə, xüsusən İran səviyyəsində düşüncələri bəlli oldu. Xaricədə, Avropada, Amerikada yaşamaqlarına baxmayaraq geri qarmışlıqları, ziddi demokrasi, ziddi azadlıq, ziddi haqqı, təyini, sərnivişt, hətta tək nəfərə ki, deyə mən rəy verirəm ya verməyəm. Gördük ki, bunu qəbul eləmirlər. Milli sərnivişti ki, əslən qəbul eləmirlər. Amma gördük ki, məsələn, mən belə düşünürəm, gedim rəy verim. Tamam, sən düşünürsən, mən neyniyim, sən düşünürsən, deyim ki, sən düşünmə. Mən nəhayət bu ki, deyəm ki, neyniyək da. Yəni, mən hətta ehtiram da qoymasam, lazım deyil sənə tohin eləyəm. Bəlkə sən düz düşünürsən, bəlkə mən düz düşünürəm. Qalıbdır, heç kəs özün mütləq görməməlidir. Heç kəs özün mütləq və heç təşkilat özünü. Ne bilsəndələr, bizim Güney Azərbaycan yazarları, şairləri, siyasətmədarları çox gözəl çalışdılar. Bir kampen yaratdılar. Radyomuz yox, televizyonumuz yox, biz nədir eləyə bildik?
Bir belə milləti çağıraq şeyin dalısında dursun. Və çox bir az zamanda. O halda ki, radyo, televizyon hamısı İranda və eşikdə hamısı bizim əleyhimizə idi. Türklərin əleyhinə idi. Və Pezeşkiyanın da əleyhinə idi. Hətta biz təhrimçilər belə, Güney Azərbaycanlı təhrimçilər, Qəşqai təhrimçilər, Türkmən təhrimçilər, yəni biz türklər ki, İranda yaşırıq, zülm, sitəm altında işğal olub beynimiz, torpağımız, qəlbimiz. Hətta bizlər də belə Pezeşkiyanı istirdik ki, çıxmasın, yəni vururduq. Yəni bu qədər biz, bunlar da bəlli oldu. Yəni bu da bəlli oldu. Dedim, o da işarə elədim ki, 2 mərhələdir. Hər halda bəlli oldu ki, farslarla, ərəblərlə, türklərlə yollar ayrıdır. O şikaf-ı ictimai ki, İranda deyirdilər, Xameneyi də etiraf edir, gördük ki, o çox dərindir. Çox dərin və genişdir. Bunu da gördük. Sünni-Şiə savaşı çox ciddiləşdi. Çox ciddiləşdi. İran əslində, qardaşlar, bacılar, yoldaşlar, əslində İran dağılıbdır. Pezeşkiyan son sirişimdir, vurublar, çəsbidir, vurublar ki, bu dağılmasın. Pezeşkiyan bunu saxlaya bilməz. Pezeşkiyanı ya öldürəcəklər, əvvəlki videoda bunu kamil açıqlamışam, demişəm. Hətta ölüm nəqşəsinin qabağını biz aldıq, öldürəcəkdilər, biz aldıq qabağını. Bir yol. Ya öldürəcəklər, münfəcir eləyəcəklər, kabinəsi məsələn münfəcir eləyəcəklər, saxtamanı münfəcir eləyəcəklər, o cür eləyəcəklər, öldürəcəklər. Ya da ki, məcburdular İranın millətlərin istədiyinə boyun əyilər. Ayrı yolları yoxdur. İlla ki, ən son dedim, sırışım, çəsb budur. 4 ildən sonra millət, kollən Azərbaycanlılarda, tamamı birisi millətlərdə dahi heç kəsə ümid bağlamazlar, heç kəsə səs verməzlər. Və İran yıxılar. Bu arada əlbəttə Xameneyinin ölümü də İranın yıxmağına aparacaqdır. Bəlkə biz burada Pezeşkiyanın yanında ola bilsək, bu da bir senaryodur. Üstündə düşünməliyik, bunu ciddi bəhs eləməliyik, bunu araşdırmalıyıq ki, İran dağılırsa, o xələyi qüdrəti ki, Xameneyi öləndə olacaqdır, o məqtədə biz bəlkə eləyə bilək ki, silahlı güclərin türk bölümün eləyə bilək Azərbaycan tərəfinə çəkək. Bu da bir o senaryolardan ki, biz bunun üstündə işləməliyik, içəridə və eşikdə. Görək ki, məsələn, Pezeşkiyanın yanının ətrafını boş qoymamalıyıq. Əbəda və əsla qoymamalıyıq. Hani İranistlər axundidir, nədir, onlar kimi gələrlər, onun dövrəsini tutalar. Zərif kimi, əlbəttə eşitdik ki, Zərif da yanına çəkib almasın, amma bunları biz şey eləməliyik. Zərif falan bunlar türk dövlətlərinin işləyə bilməz. İranın qabaqda 2 dənə mühüm senaryosu var. Bir Xameneyinin ölümüdür, böyük senaryo biri budur. İkinci budur ki, İran bir savaşa girə. Təhcə yolu türk dünyası var. Çünki təqribən İranın dövrəsində olan məmləkətlərin hamısında Amerikanın paygahı ordusu var, ordusu var, əskəri var, təchizatı var, savaş üçün hazırdır. Ən böyük paygahı nizamisi Ermənistandadır. Ən böyük sifarəti, konsulgərisi də oradadır, Ermənistandadır. Əgər bir ittifaq düşsə, təhcə yolu türk dünyasıdır. Və Pezeşkiyan bu türk dünyasının şeyidir. Yenə də burada bizə böyük iş düşür. Biz türk dünyasında əcəba Pezeşkiyan, məsələn, bu günləri mən bir dana Damla adlı bir xanım var, gəlmişdi Ərdəbildə musiqi oxusun, tutdular, neynədilər, qoymadılar, konserti keçsin. Azərbaycanda bir gözəl oxumaq oxuyub. Mən bugün yaydım, dostlar mənə göndərdilər Azərbaycandan. Mən də onun bir dana farsi üstünə bir tozih yazdım. Pezeşkiyana görə bir oxumaq oxuyubdu. Mən ona baxarsam, dostlar bilmirəm, gördünüz yox, çox gözəldir. Yəni bunu eşitmənizi sifariş edirəm, yaymanızı da sifariş edirəm. Məncə çox cəlib bir qonusu var. Mən onu əgər buradan tapsam, sizə onu buradan deyim. Deyir ki, vətən məsələn, halı yadımda deyil, dəqiqən kəlmələr yadımda deyil. Mən farsiyə tərcümə eləyəndə biraz fərqli tərcümə elədim. Vətən cansızdır, ona can qaytar. Vətən qansızdır, ona qan qaytar. Vətən
boğulub ona səs qaytar. Vətənin səsi boğulub ona səs qaytar. Baxın, bu da məncə gözəl şeydir. Pan-İranistləri həyəcana gətirəcəkdir. Baxın, bu da bizim bir işimiz olmalı. Pan-İranistanları ora ki mümkündür əsəbani eləməliyik. Onları oracan ki mümkündür dəli eləməliyik. Çünki onların üstü nə qədər açılırsa, o qədər bizim milli mənafeyimizə yaxınlaşmağımız çox olar. İndi İranda savaşlar ələni oldu. Dünənəcən savaşlar yazarların arasında, gizli idarələrdə, kitablarda gedirdi. Azərbaycan yazma, türk yazma, Azərbaycan türkçəsi yazma, Təbriz ləhcəsi ilə yaz filan, belə davalar bu səthdir. Seçkilərdə davalar bu səthdən çıxdı. Davalar getdi üstə. Kamilən Farsla türk savaşı gəldi meydana gündəm. Kamilən o İran-Turan gəldi üst qarşı-qarşıya durdu. Kamilən o Ferdosiyə nisbət verdikləri taza yazılan Şahnamə kitabının teorisi bu günləri oturdu qarşı-qarşıya. Türk və savaşı gəldi ortaya. Kürt və Fars savaşı, Bəluç və Fars savaşı, Ərəb və Fars savaşı, Türkmən Fars savaşı, bu savaşlar ortaya çıxdı. Bu günü gündən də buna bizə dayanmayacaqdı. Siyasilərin həddindən çıxdı. Siyasilər onu bilirdilər, illərdir, kitman edirlər. Amma camiişünaslar danışgahlarda, televizyonda deyir ki, ən böyük iştibahımız buydu ki, bir məsələni gətirdik, ortaya qoyduq ki, imkansızdır bunu kontrol edə bilək. Bizim qədim daşları mənim yadıma gəlir. Kəsdə gedərdilər, daş kəsərdilər. Şey deyərdilər. İndi əgər adı yadıma düşsə, mıx kimi bir şey olardı. Onu qoyardılar, daşın üstünə vurardılar. O daşın içinə gedərdi. Bir adca getdən sonra daş özü sınardı, töşərdi qıraqdancaya. Siv kimi bir şey olardı, amma dəmirdən olur. İskənə. İskənə ilə indi bu iskənəni qoyublar vurur. İndi bu iskənəni qurulur. İran hava yıxılıb düşəcəkdi beləsi böyrüsdə. Onu iki dənə hadisə bəlli eləyəcəkdir. Ya savaş Cəlili ya da Xameneyin ölümü bəlli eləyəcəkdir. Hər halda İrançılar özləri bir-birinin canına düşüblər. Heç vaxt birləşə bilməzlər. Pəhləviçiyə bölünüblər, səltənət tələbə bölünüblər, nə bilim, cumhuri xahçılığa bölünüblər. Çox ədəbsiz bir-birləri ilə danışırlar. Bunlardan bir şey çıxmaz, onlar bir-birinin canına düşüblər. Bir də dedim, savaş milləli piramun deyirlər farsca. Qıraqdakı millətlərindən ortadakı, mərkəzdəki millət. Faydalanan millətindən faydasız qalan millət. Mən bir dənə taza lüğət qoydum. Məmnuə millətlər. Məmnuə millətlər ilə qanuni millətin arasında bir savaş var. Qanuni millət deyirəm. Bir də farsları mən millət bilmirəm. Amma bir toplum deyək. Bir toplumun arasında bir ciddi savaş çıxıbdır. Bu savaş işğal və istimarın davamı və yox olmasıdır. Yəni bu Azərbaycan işğalda qalsın ya azad olsun, müstəqil olsun. Bu da savaşdır. Bunların hamısı üstə gedən layihələridir. Təbliğati layihəsi, fikir layihəsi. Əslində altda gedən o şey ki gedir. Bu iki millətin bir-biri ilə ciddi savaşlaması və o 200 ildir işğalda da onun azad olmaq savaşıdır. Bu ciddi gedir və görünür. Bu Fars mediası tərəfindən keçən 3 həftədə kamil bunu gördük ki, nə açıq aşkarlıqda bunu apardılar. Burada tək bizlə savaşmırlar. Ərəb-Fars savaşı ciddiləşdi. Bəluç-Fars savaşı, Kürt-Fars savaşı, Türkmən-Fars savaşı, Ciləş-Fars savaşı, Mazəni-Fars savaşı, bunlar da çox özlərini göstərdilər. Əslində Farslar təkləşdilər və içəridən də bölündülər. Biz bu bölümə davam verməliyik. Onları daha çox bölməliyik. Həm mücahid, qeyri-mücahidə, kommunist, qeyri-kommunistə, nə bilim, İslamçı, qeyri-İslamçı. Bunları nə qədər başarsaq, bölsək və bir-birinin canına salsaq, belə müvəffəq olur. Və onlar da bunu gedəcəklər. Yəni, çünki bu vaqən bu vəziyyətdədirlər. Bu deyil ki, biz yaradırıq, bunu edirik. Yox, onlar özləri yaradırlar. Onların arasında bu savaş var və görsənir. Nələr ələ gətirdik dostlar bu şeydə? Bizə ən mühümü Pezeşkiyan bizim deyil. Bunu bayaqda dedim.
qabaqçı videoda demiş, Pezeşkan bizim kandidimiz deyil, Milli Hərəkətin kandidi, ya Türklərin kandidi deyil. Bu hakimiyyətin sirişidir, səsbidir. Əgər bizə tərəf işlərsə, biz rəy aldığımız kimi yanında tutturarıq. Amma Xatəmi kimi eləyə, deyə mənə rəy verdilər, gedin oturun evinizdə, mən özüm gedirəm Xameneyi ilə işlərəm. Onda dedim, sərnəvişdi bəllidir, onun başına gələcək, aydın aşkardır, nə gələcəkdir. Amma bizim yanımızda durursa, bizim də yanımızda deyəndə, bizim yanımızda ərəblər də var, Kürdlər də var, Bəluçlar da var, Türkəmənlər də var, Qəşqailər də var. Onların yanında durursa, güclü olar. Onların yanında durursa, hətta İranı qoruya bilər. Yəni bizim dostlarımızın bir çox budur ki, əslən bu İranı qorumaqdan ötürü gəldirirlər. Mən buna inanmıram. Bu nəxşə deyildi. Nəxşə ayrı bir şeydir. Pezeşkanı çıxartdıq biz. Əslində Pezeşkanı biz çıxartdıq. Yəni bu, hətta farslılar da bunu deyirlər ki, Azərbaycan səs verməsəydi, məsələn Cəliliyə biz səsin yarısını versəydik Cəliliyə, Pezeşkan çıxmazdı. Ya əslində desəydik təhrim eləyin, getməyin. Pezeşkan çıxmazdı. İmkansızdır çıxar. Biz Azərbaycanlılar təhlimi ikinci mərhələdə sındırdıq əslində. Və icazə verdik ki, Pezeşkan çıxsın. Pezeşkan farsların ya İranın çörəyi adına çıxa bilər, amma onu biz çıxartdıq. Bizə bir dənə indi burada bir şey gəldi. O savaşlardan əlavə bizim düşüncəmiz dəyişdi. Biz bildik ki, radyo televizyonumuz olmaya önəmli deyil. Önəmli bizim iradəmizdir. Buna düşündük. İkinci düşündük ki, biz Azərbaycanlı və Türküq və Türklüğümüz bizi farslardan ayırır. Bunu da bildik. Düşmən bunu bizə öyrətdi. Biz qəbul eləməsəydik də düşmən bu intixabatda bizə göstərdi ki, sən türksən. Mənim nökərim olduğunda mən dediyimə səs versəydin, rəy versəydin, Azəri olardı. Amma mən dediyim olmadığı sən türksən. O bizə göstərdi ki, biz də unutsaq özümüzü ki, biz türküq, o unutmayıbdı. O bilir ki, biz türküq. Düşmən o saxlayıbdı. İkinci şücaət. Bizim adamlarımızı içəridə və eşidi çox şücaət xərcə verdilər. Təhrimçilər də çox şücaət xərcə verdilər. Ələni aşkar durdular, savaşdılar rejiminə. Bu ehtimal vardı ki, sabahları bunların bir çoxu terror olar. Yəni, dostlar, bunu fikirləməyin. Yəni, bizim bir də insanlarımız özünün üstünü açdı ki, niyə açmamışdı? Mümkün sabahlar bunlar terror eləyə, başlayırlar terror eləməyə İran. İran mümkün sabahdan bir terror məsələsini getirir ortaya. İçəridə və eşikdə. Biz bunları çox ciddi ayıq olmalıyıq. Xəbərlərə çox ciddi radiolara, televizyonlarda, xaricədə olanlarla təmasda olmalıyıq, əlaqədə olmalıyıq. Deməliyik ki, nə cürsür, biz bunları eşikdən qoymayaq. O, əgər özür bir xətər başlansa ki, istəyərlər bir də insanlarımızı içəridə öldürərlər, təsadüf ilə, güllə ilə, dağdan salalar, dərədən salalar, nə bilim, istəxirdə boğular. Bunları biz, mən buradan elam edirəm, heç birisinin rəsmi ölüm olaraq qəbul eləmirik. Pezeşk qanunu olmaya, hər kəs olur olsun desin, biz qəbul eləmirik. Bizim adamlarımızın burnundan milli hərəkətdə, bu hərəkətdə çalışanların, keçən 3 həftədə çalışanların burnundan qan gəlirsə, biz İran dövlətindən və İran dövlətinin əmniyyətlərindən görəcəyik. Hətta Pezeşkanın da başına bir iş gəlsə, biz Pezeşkanın şeydə görəcəyik, yəni hakimiyyətdən. Və biz hakimiyyətdən bunları soruşacağıq. Hakimiyyətdən necə soruşacağıq? İnqilabla və İranı yıxmaqla. Yəni biz buradan mövzeyimizi ələni başır. Hə, içəridəkilər də deyə bilərlər ki, eşikdəkilər belə düşünürlər. Yəni bizlərə əgər bir xətər gəlsə, eşikdəkilər belə düşünürlər. Deyirlər, belə düşünəcəyik və biz bu işi görəcəyik. Yəni özünüzü qorumağa bizi də sipər eləyə bilərsiniz təbii ki. O savaş ki var idi gizli, o ələni oldu. Bu da bir ələ gəlmiş şeydir. Və bu iki farslar təşkiləşdilər, o birisi millətlər cütləşdilər, birləşdilər, toplaşdılar, birləşdilər. Bizim millətlərimiz həm içəridə birləşdik, yəni Azərbaycanlılar, türklər birləşdilər. Məsələn, bəzi dostlar bu arada çalışırdılar, hey Şah Abbas deyə, Şah İsmail deyə gələrlər Sünni Azərbaycan davasını saxlayırlar. Mütəəssifanə, hətta mən bir hörmət qoyduğum bir sünni dostumuz Türkəmənlərdən, mən gördüm, daimən bunu bu keçən 10 gündə saxladı. Niyə? İstirdi Pezeşkan çıxmasın. Azərbaycan türk davası salırdı. Yəni deyir ki, Türkəmənlər sünnidirlər, Azərbaycanlılar bizi qətlə am eləyiblər. Neçə nəfər deyir ki, Hitleri bax elə eləmişdilər ki, bunun sünni o adamın saytında
rəy veriblər. Hitler 16% dünyanın ən zalim, ən qəddar, adam öldürən insanıdır. Şah İsmail mesela 66. Yəni bu qədər nə var? Pezeşkiyanla istirdi müxalif eləsin. Ya millət edib rəy verməsinlər. Türklə türkü qoyurdu qarşı-qarşıya. Stratejini başda, bax, milli mənafiyi başda panda çox dərinə gedəcəksən. Bu türkün mənafiyi nəzər edilir, yoxsa Farsın mənafiyi nəzər edilir? Sən Farsın qabağına Şah İsmail'i niyə qoyursun Farsın qabağı, Farsın malı çıxadırsan? Özü Şah İsmail dediğin tamam təbliğatı unutun geçsin dostlar. Şah İsmail'in ordusunda bu məmləkətdə Kürtlər sünni qaldılar, Türkmenlər sünni qaldılar, Bəluçlar sünni qaldılar, Əfqanistanda olanlar sünni qaldılar, Pakistanda olanlar sünni qaldılar. Tamam, bunlar sünni qaldılar. Yəni bu dünya üstdəki Türkmenistan sünni qaldı, oradan gəldi, aşağıdan getdi. Bu Məsihi qaldılar. Necə? Məsələn bu təbliğata necə biz məsələn bunları, amma dostlarımız strateji bilmirlər. Strateji bilmirlər, dərin düşünə bilmirlər. Nə bizə xeyir elər, nə bizə zərər eləri düşünə bilmirlər. Bir dana bir şeylə müxalif olanda, o bəzi dostlarımız, hamısını demirəm, o dəyirmanda malın başına bir şey bağlarlar ki, desin və düz gedir, dövrəsini görməsin ki, fırlanır öz dövrəsində, başı cicəllənsin, onun burasına bir şey bağlarlar, o elə o cürsü gedər. Deyər və düz gedir. Daimən o 2 metrdə hey belə fırlanır, 5 metrdə o daşın dövrəsi, 3 metrdə hər neçə metrdir. Onun dövrəsində sübdən aşağı 10.000 dəfə dolanır, başı cicəllənməz, deyər və düz gedir. Bizim də bəzi dostlarımız elə İran'a deyəcək, rəy verməsinlər, təhrim eləyəcək, şiədən istifadə edirlər, sünnidən istifadə edirlər. Biz Bəluçları eləyə bildik, qani eləyək ki, ağa bu Şah İsmail davasını gətirib oltaya salmayın. Bunu çox şey eləməyin. Şah İsmail'lə bizi sizə yaxınlaşdırmaz, uzaqladar bir-birimizdən. Vəsətdə bir düşmənimiz var ki, bunu içimizin əleyhinə istifadə elər. Bizi bir-birimizdən ayırır. Mütəəssifانə bəzi dostlarımız yapışıblar elə bu şeydən, Türkmenlər dostlarımızdan. Çox da aydın insanlar, amma mütəəssifانə strateji bilməyən dostlarımız da beləsi bir iş gördülər. Hər halda bizim bir dənə millətimizin alanında Farsça xudagahi bir aydınlıq düşdü. Mən kiməm? Mən Türkəm. Mən Tehranda da olsam Türkəm, İsfahanda da olsam Türkəm, Qəşqaistanda da olsam Türkəm, Türkmen Səhrada da olsam, Təbrizdə də olsam, Ərəşdə də olsam, Həmədanda da olsam, Yəzdidə də olsam, Simyanda da olsam Türkəm. Mən Türkəm. İnsanlar bunun əsasında bu rəylər bizə bunu göstərə bildi ki, biz biraz milli aydınlıq gəldi bizə. Biz türklüğümüzü bəlkə o bir dənə mən Türkiyənin şeyinə qulaq asırdım. Profesoruna deyirdi ki, biz əgər 10 il danışıqlarda və mədrəsələrdə, uşaqlarda dərs versəydik ki, bozqurt nədir və bunu tutun, bir dənə bu futbolda gedən kimi təsiri olmazdı. 10 ildən çox bunun təsiri oldu. Hamı həm bunu bilir, həm də bunu işlədir. Bu intixabatda da dostlar, biz türklüğümüzü keçən 40 ilin neçə qatı çoxaldı. Tehranda rəy verənlərin, inanın ki, hamısı şeydir, Pezeşkiyana rəy verənlər türkdülər. Farslar rəy vermədilər. Əslində deyə bilirəm, onlar ki, Pezeşkiyana rəy veriblər türkdülər. Hətta əgər Bəluçların içindədirlər, hətta əgər Kürdlərin içindədirlər, hətta əgər Ərəblərin içindədirlər. Ərəblər də rəy veriblər, Kürdlər də rəy, amma çoxluq türklər özləri rəy veriblər. Yəni, hətta mən belə bir şey düşünürəm, bəlkə biraz şey olar, Türk, Ərəb dostlarımıza dəyər bəlkə. Amma vaqiyyət budur ki, məsələn, Kürdlər çox çətin içlərindən Pezeşkiyana türk olduğu üçün rəy verərlər. Təbii ki, onların, mən cərəyandayam, bilirəm, rəhbərləri ilə danışmışam bu müddətdə, bilirəm ki, onlar silahlı hazır idilər ki, Pezeşkiyan mütəəssifanə dedi, məhərrəm gəlir, çıxıb şadlıq eləməyin. Məsələn, onlar hazırləşirdilər ki, silahlı gəlirlər içəriyə və dövlətlərin quralar. Kürdlər bu qədər hazırlıqlanmışdılar.
Haqlarımızı da bu sefer düşündük. Bu sefer şuarlar ki verildiler, musiqiler ki qoyuldular, yazılar ki götürüldülər, plakatlar ki götürdülər. Bunların hamısı göstərdi ki, biz bir özümüzü bir tərzi, bir növ yaşama layiq görürük. O yaşamı özümüzdə bu ləyaqəti görürük. Ya onlarda da bir şey görürük ki, biz o şəkildə yaşayaq. Onun üçün savaşırıq, üçün çalışırıq, haqq hesab olur bizə. Əgər onlar üçün çalışmayaq, zindana getməyək, onlar üçün çıxıb meydanda danışmayaq, onda onlar haqq hesab olmur. Mən bunu tərif eləmişəm, haqqı beləsi tərif eləmişəm, dostlar qəbul elərlər, eləməzlər. Amma mən belə düşünürəm. O şey ki, onun üçün savaşmırsan, öldürmürsən və ölmürsən, o sənin haqqın deyil. Əgər öldürsən və ölsən, bir haqq əldə edə bilərsən. Öldürməsən, ölməsən o yolda, haqq əldə edə bilməzsin. Çünki haqqı güclü yazar. Güclü olacaqsan, haqq yazacaqsan. Güclü olmasan, haqqı yazarlar, sənə deyirlər, sənin haqqın budur. Sənə deyirlər ki, sənin dilin rəsmi olmaz, sən türk deyilsən, sən azərisən. Sənin dilin dərs verilməz. Sənin dilin elmi dil ola bilməz. Bu yekəlikdə Türkiyə, bu yekəlikdə Türk dünyası var. Dilləri danışqahlarda dərs deyilir, dillərində danışqahlarda dərs deyilir. Tamam, atom da belə Türk dilində deyirlər. Fiziki də, şimini də, riyazini də. Amma burada deyir ki, sən ola bilməz, sənin dilin şey deyil. Niyə? Bunları diqqət eləməli. Yox ki, biz bunlar üçün savaşdığımız üçün haqqdırlar. Savaşmasa haqq deyirlər. Və öldürməkdən dostlar qorxmayacaq. Dünya öldürmək əsasındadır. İstəyək, istəməyək. İnsancıl olmaq, o zaman insancıl olursan, gücün ola qoymayasan insanları öldürərlər. Amerikalılar niyə insancıldılar? Çünki Amerikanın bir dana sərbazı öləndə gedir 1000 dana öldürür. Deyir, mən insancılam, öz insanımın insancılıyım. Mən müsəlmanların insancılığı deyiləm, mən Rusun insancılığı deyiləm, mən Amerikalıların insancılıyım. Sənin də gücün olacaq da Azərbaycanın insancılığını qoyacaqsan. Mən elə ki, erməni ya filan, bəhman, mənə bunlardan fars. Hamısı qırılsın gitsin, mənə nə? Təbii ki, biz istəməliyik insanlar qırılsınlar. Amma mən öz insanlarımın məsuliyyəti varımdır məndə. Mən öz insanlarım üçün ölməli və öldürməli. Tutuldu getdi. Dünya bunun əsasında dostlar. Baxın, çox acıdır, amma belədir. Biz heyvanları kəsib yeyərik, kəsib yemsək diri qalmalıyıq. Heyvanların da zoru çatanda o birisiləri heyvanları yeyərlər, ya da bizi də yeyərlər. Zoru çatsa. Zoru çatmasa, heç. Zoru çatmasa biz onu gətiririk, sirkidə oynadarıq. Qoyarıq orada, şeri belə gətiririk orada, qoyarıq, əl çalarıq, çıxar orada, odun içindən hoppular, topun üstündə oynar, sən də gülərsən. Çünki qanunu mən yazıram, gücüm var. Şallaq mənim əlimdədir, vururam yerə, şer bilir ki, burada bir acı var, mən bu acıdan qorxmaq üçün bu adamın sözünə baxacağım. Dostlar, biz burada daha nə ələ gətirdik? Geçen yüzyılda bir ittihad kurmuşlar zahirən. Ərəblərdən, türklərdən, bəluslardan, nə bilim filanlar, hətta 9 il Əraqla savaşdılar ha. Orada da belə birlərdən bir birlik düzəltmişdilər, Əraqla savaşırdılar. Dünyaya dedilər, biz yıxılmaz bir məmləkətik, bizi yıxmaq olmaz. Biz tarixdə neçə min il bərabər yaşamışıq, hamımız da əsli dilimiz farsı olubdu filan bəhman. Belə bir şey yaratmışdılar. Farslıq əsasında, İrançılıq əsasında belə bir şey yaratmışlar. Bu Şəmşirin, Güllənin qətliamının altında. Yəni ona dayanaraq. Nə oldu? Dağıldı getdi. Bu intixabatda kamilən bu da dağıldı. Millətlər bildilər ki, yox. Yəni hamı deyir ki, bu farsdır. Tohin eləyənlər farsdılar. Faşistlər farsdılar. Çox gözəl üstü açıldı. Dostlar, o qətliamlar və o öldürüllər ki var idi, hamısı İran altında idi. Onlar da yavaş-yavaş üstü açılır. Üstü açılacaq daha çox. Bu istəyək istəməyək. Bu intixabatdan sonra bunların üstü çox açılacaqdır. İntixab bizi İranda görmürdülər keçən yüzildə. Bizli ərəbləri, türkləri, bəlusları, əfqanları, biz millətləri görmürdülər. Kürtləri filanları görmürdülər. Lazım olanda o qurbanda ya toyda qoyunu kəsərlər ha, qoyunu, toyuğu. Biz lazım olanda kəsəndə lazım olurdu. Apararlar bizi ölümə verirlər, onda lazım olurdu. Amma indi nə oldu? İndi bəlli oldu ki, biz gərək görünək, biz gərək rəsmiyyətə tanınaq, biz gərək
düşmən və dost qəbul edir ki, biz varıq və bir gücük. Bu güc üçün teori ortaya qoymalıyıq. Düşüncə ortaya qoymalıyıq və bunun üstündə ciddi çalışmalıyıq. Umarım ki, bunu eləyə bilək. İndi biri də geçən yüzildə bilirsiniz, bunlar dedim əvvəldə Rza Şah dövründən başlayıblar, 2004-dən, əlbəttə təqribən Koditadan bir il qabaqdan bunlar başlayıb, yəni 1299-da bunlar başlayıblar ki, nə cür türkləri silələr, əlbəttə ondan çox qabaqdan başlayıblar, amma onda da əmələn giriblər işə və mühəndislik eləyiblər, hər şeyi. O zamandan kitabları, yazıları, mediaları, idarələri, beyinləri, hər şeyi eləyiblər, mühəndislik eləyiblər, seçkiləri filanları. Bu seçkilər sındı. Millət 90% gedib rəy vermir ha. Yəni ki, mən sənə inanmıram. Mən sənin mühəndisliyi qəbul eləmirəm. Sən mənə oynada bilməzsən. O çox önəmli. O çox önəmlidir və biz bunu təhrimçilərə borcluyuq. Millətimiz də bunu qəbul elədi. Cəlib deyil. Yəni birinci dəfə tarixdə bizim millətimiz liderlərin sözünə baxdılar. Təhrimçilərin, partilərin sözlərinə baxdılar. %90% səs verməsə, yəni bunların səsini eşitdilər. Yəni bu təhrimçilərin səsini eşitdilər. Yəni bunlar ki, siyasi güclülər, hangi bizə deyirdilər, hizblərin hani gücü, içəridə neçə nəfər adamımız var. İndi biz deyirik ki, təhrimçilərin və siyasilərin, partilərin gücü İranda 90%'dir. Millətin 90%'i bu siyasi gücün adamlarıdırlar. İçəridə və eşikdə. O siyasi güc var, düşünür güc. Onun adamları o 90% rəy vermədilər olardı. Çünki tamam medialar istəyirdilər gedib rəy verirlər. Bunları təşviq edəcəksinə rəy versinlər. Bunlar gedib rəy vermədilər. Bu da o mühəndisi ki elirdilər, ondan biz çıxdıq işi. O dairəni sındırdıq. O dəmir idi ya hər nə işimiz salmışlar içəriyə, onu vurduq, sındırdıq, biz yol açdıq işiyə. Orada da fırlanmırıq. Biz oradan yol açdıq, öz yolumuza çıxdıq oradan eşiyə. O zindanın içərisində dolanırdıq, zindana düşənlər bilirlər nə deyirəm. Zindanın həyətində dolanırsan, sən azadsan, orada nə qədər dolanırsan dolan. Amma azadlıq o zaman ki, sən o divarı sındırasan, çıxasan zindandan eşiyə gedəsən. Biz İran adlı düşüncə, siyasi, mühəndislik elədikləri zindandan divarları sındırdıq, dedik biz türkük. Biz yolumuzu səndən ayırdıq. Biz İrandan ayırdıq. Pezeşkiyan da gətiriblər ki, bizi qeytərələr bağlayırlar. Amma biz o qədər ağıllı olmalıyıq ki, Pezeşkiyandan biz istifadə eləməliyik, o düşmən yox. Biz bu ağılı gərək eləyək və bu cürsü duraq. Bu 100 illik bir görünən bir şeyi biz böldük, parçaladıq. Bu intixabatda bu parçalandı. İki son cümləmi də deyim, daha sizi yormayayım. Farslar və hakimiyyət təhrimin qarşısında dalı oturdu. Və icazə verdilər ki, Pezeşkiyan biraz bəzi sözləri desin. Hətta o birisilər də gəldilər, bəzi bir şeylər dedilər. Gördünüz, bu səfər daha heç kəs yalanın üstünü aşmadı. Sən oğurluq elirsən, o oğurluq, heç kəs bunları danışmadı. Geçən səfərə onları da alışmışlar. Gördülər, bu səfər onun alanı yoxdur. Millət bilirlər ki, hamısı bunları oğrudur. Rəis məclisin rəyinə baxın siz. Mən bilmirəm, o necə qeydəcək məclisin başında oturan. Bir dənə məmləkətdə ki, Tehranda gərək bu istəyir, fəqət Tehranın nümayəndəsi gərək 6-7 milyon rəyi ola. Bu adamın kolli bu İran adlanan cəli varlıqda, qondarma varlıqda 2 milyon rəyi yoxdur. O mollanın ki, daha ya vəziyyəti xərabdır. Yəni onun tamam hökmləri, tamam dadgahlar, hər nə görübdə onların hamısı getdi sual altında ki, biz səni əslən heç zadını qəbul eləmirik. Sən düşüncəvi də qəbul eləmirik, rəyi də qəbul eləmirik. Buradan da nə demişsin, hamısı şeydir. Bir dənə böyük farsça nə? Yox, qəbul eləmirik dedi millət ona. Bu da çox ciddidir. Farslar dalı oturmağa məcbur qaldılar, qalacaqlar da. Yəni onlar yavaş-yavaş çalışacaqlar. Bunlar iki dünənəcən radiolarda bizə söyüş verirdilər. Türklər gəldi, Moğollar gəlir, nə bilim, onlar hamısı sabahdan düşəcəklər ki, Türk elədi, Azərbaycan dili rəsmi niyə olmasın, Türkçə rəsmi olsun, əslən Türkiyə ilə də bizim alverimiz olsun, Türkiyənin dili də yaxşıdır, niyə əslən türklərə iştibah eləyiblər, yaman deyiblər, bu çox iştibah, onlar deyəcəklər, dalı oturacaqlar. Siz qabağa getdikcə baxın, difa eləməyin. Difa illa ki sınar. İstəyirsiniz bələndə olasınız, təhacüm, həmlə. Həmlə təhcə yoldur ki,
Dalbadal eləyəcəksiniz, nəfəsini qoymayacaqsınız. O boksda adam ki vurur, əgər dursa o şey olar. O adam ki vururdu, kötək yirdi, o yığışdırır özü. Başlar həmliyə. Amma əgər o fürsət verməyəsən o, elə dalbadal vurasan, o gecələr düşər yerə. Uduzar. İmkansızdır. Biz həmlələrimizi hər cibhədə eləməliyik. İranın əleyhinə. Dostlar, mənə bu qədər görə fikir edirəm ki, bəhslərimizi bir-iki mərhələdə bəhs elədik əslində bu da. Dostlar, bir var ki, İran səthində hər məsələni görək, deyək İran, bir də var ki, Azərbaycan və Milli Hərəkət səthində. Biz İran səthində bir mərhələdə təhlil eləməliyik, Azərbaycan səthində bir ayrı mərhələdə təhlil eləməliyik. Bunların hər ikisini də təhlil eləməliyik. Eləməsək, gələcək yolumuzu tapanmarıq. Nə cür gedək, necə gedək, hangi siyasətləri götürək, hangi stratejiləri. Tazə biz bir strateji bizi hətmən sındırır. Bizim əlimizdə 10 dana strateji olmalıdır. Və toplumumuzun hər biri bir ayrı strateji götürməlidir. Baxın, birdən görürsünüz dövlətlər, gizli təşkilatları var, özü-özünə müxalif düzəldir. Oradan söyüş versin. Özü-özünə muvafiq düzəldir, özü-özünə bitərəf düzəldir filan. Buna görə ki, terrorist düzəldir özü-özünə. Buna görə ki, bunların hamısı istəyir ki, bir dana hədəfə insanlar apara. Biz Azərbaycanda bu səfər eləyə bildik ki, mütəzad görsənək, amma bir hədəfə getdik və o hədəfə çatdıq. Millətimizin aydınlaşması, millilərimizi, milli olmağımızı, dövlətçiliyimizi, haqlarımızı, bu bizə yetər. Yəni biz bu seçkilər bizə bəlkə 40 ilin, 50 ilin fürsətini yaratmışdı. Yaxşı faydalandıq, amma burada qalmamalıyıq. Yəni qeydib evlərdə otursaq dostlar, uduzarıq. Biz evlərimizdə oturub, biz yazmağımızı yazmalıyıq, danışmağımızı danışmalıyıq, təşviq eləyən insanları təşviq eləməliyik. Məsələn, mən indi burada dostlarımız var, görürəm, buradadılar. Onlar ki, içəridədirlər, rütbən. Tamam şəhərlərdə tanıdığınız ağıllı insanlara deyin, gedin hizb qurun. Hələsi 10-15 nəfər adamla danışsınlar, bir dana çarçiliyə gəlsinlər, o çarçılı əsasında bir dana hizbin adını seçsinlər, geçsinlər, bir dana hizb qursunlar, türkçülük əsasında. Türkün hangi mənfəətindən yapışırsınız yapın, o mənfəətdən difa edin. Bir dana hizb qurun, məsələn, uşaqlarımızın müəllimi türk olsun deyə biz çalışacağıq. Bizim şəhərimizdə türk olmayan idarə adamı olmayacaq. Ya bəzi şəhərlərdə, çünki biz də burada türkçü buranın %50'si türk olmalıdır idarədə işləyənləri. Diqqət buyurun. Yəni istəyirəm deyəm ki, lazım deyil ki, məsələn, dünyanı götürək, dəyişdirək. Kafidir ki, məsələn, eləyə bilək ki, bu şəhrimizdə biz türkçülüğa bir addım götürək. Azərbaycancılığa, türkçülüğa, Azərbaycancılığa İranda mütəmərkəz çox olmayaq. Olaq nəyin ki demirəm, Azərbaycana hətmən gərək tutaraq, amma İranın hər yerində türklər ayağa qalxsalar, Azərbaycan daha rahatlaşar və daha gücləşər. Çünki türklər, binəlan türk də filan şəhərdə bizim bir nümayəndəmizdir və bizim bir gücümüzdür və bizim bir ünsürümüzdür. Əziz və hörmətli dostlar, çox təşəkkür edirəm. Uzun danışdım. Mən istədim ki, təhlillərimi verim, amma oradan ki mümkün idi. Açdım da bundan izafi açsam fikir edirəm ki, özümüzə zərər verirəm. Buradan görər. Buradan da zərər verdim zaten. Bəzi stratejilərin üstünü açdım ki, aşmasaydım yaxşı idi. Amma deməsəm də insanlar deyirlər ki, biz bilmirik nə qeyririk. Yox, biz bilməliyik və hərəkət eləməliyik. Sağ olun, var olun. Gələn dəfə görüşmək üzrə. Hələlik.